Belarus istehsalı pambıq iç geyimləri xanımlar yenidən gəldi. 85 kilodan 100 kiloya qədər xanımlar üçün ölçüləri var. Rəngləri bənövşəyidir, qaradır, yasəməndir, kremdir. Bir də baxın bu videoda gördüyünüz rəngli videonun sona qədər izləyin. Qiymət, keyfiyyət, çatdırılma hər biri barədə məlumat veriləcək. Baxın üstü bu formada güpür də olsa içi təmiz pambıq materialındadır. Həm yüksək keyfiyyətlidir, həm hündürbeldir, həm rahatdır, həm də hal-hazırda endirimdədir. Baxın bu iç tərəfi də görürsünüz. İç tərəfinin qabağı da, arxası da təmiz pambıqdır. Hal-hazırda endirimdədir. Endirimlərdən yararlanmağa tələsin. Görürsünüz yüksək keyfiyyətli, rahat. Həm də ki bunu geyinəndə, elə birini götürəndə, geyinəndə özünüzlə həm keyfiyyətini, həm də rahatçılığını görəndə başqa rənglərində sifariş edəcəksiniz. Yəni o dərəcədə rahatçılıqla sizə tövsiyə edirəm. O qədər rahatdır, zəmanət verirəm sizə. Yendirəm rəngləri videoda gördüyünüz rənglərdir, hündürbelli, yüksək keyfiyyətlidir və 85 kilodan 100 kiloya qədər xanımlar üçün keçərlidir. Bəs soruşsanız necə sifariş edək? Elə bu videonun altındakı WhatsApp nömrəmizə yazıb sifariş edə bilərsiniz. Metrolara da, ünvana da, rayonlara da çatdırılmamız var. Mağaza yoxdur, yalnız onlayn satışdır. Hansı məhsulu istəyirsinizsə, ya şəklini, ya videosunu çəkirsiniz. Bu videonun altındakı WhatsApp nömrəsini atırsınız, modeli kilobuza yazırsınız, kilobuza uyğun tam-tamına doğru razmer ayırıb çatdırılma edirik sizin üçün. Razmerə də razmer göndərilir. Tam ürək rahatçılığı ilə rahat sifariş edə bilərsiniz. Elə bu videonu sola da sürüşdürə bilərsiniz. Çünki videonu sola sürüşdürsəz başqa Belarus istehsalı iç geyimlərdə görəcəksiniz. Onlara da baxın, hansılar istəsəz ya şəkilini, videosunu atırsınız, ayrı sizin üçün çatdırılma edirik. Bütün məlumatları verdim sizə. Nə qədər ki endirimdədir. Bax bu endirimli qiymətlərdən yararlanmağa tələsin. Bəs soruşsanız ki, bu və bunun kimi digər paylaşımları necə görək? Videonu sola sürüşdürün. Bəli, bu və bunun kimi digər iç geyimlərində görmək üçün videonu sola sürüşdürün.